Salam dəyərli müəllimlər. Sizlərlə bugünkü dərsimiz olacaqdır kurikulumdan. Rubrik nədir sualımız və rubrikin neçə növü var? Deməli müəllimlər, ilk öncə baxaq ki, rubrik nədir? Rubrik qiymətləndirmə vasitəsidir. Analitik və holistik növü var. Rubrik 3 hissədən ibarət olur. Meyarlar, keyfiyyət səviyyəsi, meyarlara uyğun keyfiyyət səviyyəsi. Meyar odur ki, mən nəyə görə qiymətləndirirəm? Keyfiyyət səviyyəsi də odur ki, zəif, asan, orta və ya kafi, qeyri-kafi, yaxşı, daha yaxşı ola bilər. Keyfiyyət səviyyəsinin təsviri. Məsələn, şagird esse yazıbsa, mən bunu belə qiymətləndirirəm. Məzmun hissəyə yazıram ki, məzmun tam əhatə olunmayıb. Qeyri-kafi hissəyə yazıram ki, məzmun məsəl üçün tam əhatə olunmayıbdır. Əgər şagird yaxşı yazıbsa, yazıram ki, məzmun yaxşı əhatə olunub. Və yaxud qrammatik norma hissəsinə keçirəm, orada yazıram ki, qrammatik normada xeyli səhvlərim var. Bunlara diqqət yetir. Və yaxud səhv yoxdursa yazıram ki, qrammatik normalara tam əməl olunub və yaxud nisbətən, qismən əməl olunub. Ümumilikdə rubrik haqqında məlumat verdim. İndi onun növlərinə diqqət yetirək. Başlayaq ilk olan analitik rubrikdən. Analitik rubrik müəllimlər uzun müddətli qiymətləndirmədir. Şagirdin fəaliyyəti ayrı-ayrı meyarlar əsasında qiymətləndirilir. Məsələn, qrup işini qiymətləndirirəm. Orada mən əməkdaşlıq, bir-birini dinləmə, ünsiyyət bacarığı, liderlik bacarığı, aktivlik, özünü təqdim etmə, özünü ifadə etmə, bu cür meyarlar qoyuram və bunlar əsasında qiymətləndirirəm şagirdi. Bu olacaqdır analitik rubrik. Meyar çox olduğuna görə, deməli, analitik rubriki nə dedik? Dedik ki, uzun müddətli qiymətləndirmədir. İndi isə baxaq holistik rubrikə. Holistik rubrik nədir? Holistik rubrik ümumi bir meyar əsasında, yəni çox meyar analitik rubrikdə idi, bir meyar əsasında qiymətləndirilən olacaqdır bizim holistik rubrikimiz. Məsələn, əməkdaşlıq və bütün şagirdləri əməkdaşlıq əsasında qiymətləndirirəmsə, müəllimlər, bu holistik rubrikdir və qısa müddətli qiymətləndirmə də deyilir holistik qiymətləndirməyə. Surətli qiymətləndirmə də deyirik. Deməli, çox meyar varsa, olacaqdır analitik qiymətləndirmə. Yox, əgər az meyar varsa, olacaqdır holistik rubrik. Deməli, rubrikin neçə növünü dedik? 2 növünü. Analitik və holistik. Uzun müddətli qiymətləndirmə varsa analitik rubrikdir, yəni analiz eləyirik. Amma qısa müddətli qiymətləndirmədən söhbət gedəcəksə, bu olacaqdır bizim holistik rubrikimiz. Bu qədər müəllimlər, sağ olun.